İnci və mən hamınızı salamlayırıq. Bugün yollanırıq İsmayılının kəndlərindən biri olan İvanovkaya. Kəndin əsası 1847-ci ildə Çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur. Kəndin adı da onun yaradıcısı olan İvan Perşin şərəfinə qoyulmuşdur. İvanovka kəndinin əhalisinin böyük bir hissəsini rus və Ukraynalılar təşkil edir. Bir qismini isə Azərbaycanlılar və başqa etnik qruplar, hansı ki bura aiddir Ləzgilər, Tatlar, Yəhudilər və s. 1930-cu ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi kolxoz quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınır. İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və sair kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə park, zavod fəaliyyət göstərir. Kənddə Malakan ruhani xristian dini icması fəaliyyət göstərir. Beləcə biz İvanovkaya çatdıq. Burada Ohio Inn adlanan bir restorana yollandıq. Lakin öncədən rezervasiyamız olmadığı üçün bizə yer olmadığını dedilər. Geri qayıtdıq. Yenidən kəndi gəzdik. Və kəndi gəzərkən bu tip keçmiş vaxtlardan qalma dükanlar, Malakan evləri bizim çox diqqətimizi cəlb etdi. Çox həzz alaraq, zövq alaraq gəzdik buraları. Yenə olsa yenə gələrəm. İnanılmaz dərəcədə sakit, huzurlu bir kənd idi. Çox bəyəndim. Hər kəs öz işi ilə məşğul idi. Öz bağı, bostanı, heyvandarlığı ilə məşğul idi. Və ən sonda yollandıq 2023-dən bəri fəaliyyət göstərən Cafe Go adlanan belə bir konsept kafeyə. Niyə görə konsept kafe deyirəm? Çünki burada hər şey çox fərqli idi. Yəni rəngarəng, əsl Malakan evi stilində idi. Və biz buranın sahibindən maraqlandıq. O bizə dedi ki, əslində bura bizə babamızdan yadigar qalıb və indi bura kafe kimi fəaliyyət göstərir. Kafedən çıxıb yollandıq başqa yerlərə gəzməyə, kəşf etməyə və bizi belə gözəl bir gün batımı qarşıladı. İsmailiyə getsəniz, mütləq buranı da ziyarət etmənizi tövsiyə edirəm. Bura Sahil Göl Ailəvi İstirahət Bulvarı adlanır. Burada çoxlu fərqli dekorlar var. Gəlib istədiyiniz qədər şəkil, video çəkdirə bilərsiniz. Eyni zamanda katamaran da var idi. Qeyd edim ki, giriş 2 manatdır. Ümumiyyətcə mən düşünürəm ki, bura əsas da toy, nişan, xeyir iş çəkilişləri üçün çox qəşəng yer idi. Əsasda bu hissə, yəni diqqətlə baxmanızı tövsiyə edirəm. Belə ürək dekoru,
Hər tərəf güllər, çiçəklərlə bəzənib. Ümid edirəm videomu bəyəndiniz. Əgər bəyəndinizsə, mənə dəstək olmaq üçün bəyən butonuna basmağı unutmayın. Kanalıma daxil olub müxtəlif videolardan xəbərdar olmaq üçün abunə ol butonuna da basmağı unutmayın. Zəhmət olmasa, növbəti vloqlarda görüşmək üzrə.